Salam, dəyərli dostlar, hər birinizin gününüz xeyirli olsun diləyirik, sübhünüz xeyirli olsun diləyirik. Bildiyiniz kimi artıq bugün Ramazan bayramıdır. Həmçinin bugün iki gözəl bayram, nə gözəl xoşbəxtçilikdən İki gözəl bayram eyni günə düşdü. Yəni bugün həm Ramazan bayramıdır, həm də Novruz bayramıdır və hər birinizi də bu iki gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edir və bütün dualarınızın, ibadət və itaətlərinizin Allah dərgahında ən ali dərəcədə qəbul olunsun inşallah, dəyərli dostlar. Bildiyiniz kimi bugün bayramdır. Artıq bugün Ramazan ayını geridə qoyduq. Bir bərəkət ayını daha geridə qoyduq. Bir gözəl rəhmət qapılarının üzümüzə ən sonuna qədər açıq olduğu bir bərəkət ayını biz geridə qoyduq və təbii ki də bu münasibətlə hər birinizə belə deyək ki, bayram münasibətilə hər birinizi təkrar təbrik edirəm və tutduğunuz bütün orucların da Allah öz dərgahında ən ali dərəcədə qəbul eləsin inşallah, dəyərli dostlar. Bildiyiniz kimi Ramazan ayını geridə qoyduq. Artıq Ramazan ayı bitdi və həqiqətən bizdə həm sevinç var, həm də kədər var. Sevinç niyə var? Çünki əlimizdən gələn qədər bu Ramazanın feyzindən, rəhmətindən maksimum şəkildə yararlanmağa çalışdıq. Üzülürük, kədərlənirik ona görə ki, belə bir böyük bərəkət ayını geridə qoyduq. Həqiqətən də əlimizdən gələn qədər çalışmağa çalışdıq. Həm öz inkişafımız üçün, həm də cəmiyyətin, sizlərin inkişafı üçün əlimizdən gələni etmiş olduq, dəyərli dostlar. Və bugün də ona görə bayram münasibəti ilə bir qısa sübh vaxtı, bir qısa istədik çıxış eləyək sizlərə və bir elanımız da var. O elanı da mən istəyirəm ki, indidən bir başınız qarışmasın deyə, sırf yəni bura mövzumuza adaptasiya olasınız deyə onu ən axırda, yəni bugünkü bu çıxışın bitişindən sonra inşallah ki açıqlayacağam, dəyərli dostlar. Bildiyiniz kimi bugün Ramazan bayramıdır. Təkrar deyirəm bunu. Və təbii ki də belə bir bayram ərəfəsində biz həqiqətən də gözəl bir mövzu seçməli idik və əlimizdən gələn qədər bunu inşallah ki bacarmışıq deyə ümid edirik, dəyərli dostlar. Bugün əsasən bayram günündə bilirsiniz ki, həm də bunu elan etmək istəyirəm ki, o deyirlər bayrama qarışıb. Həqiqətən bugün həm Ramazan bayramıdır, həm Novruz bayramıdır, həm də mübarək cümə günüdür. Həqiqətən də ona görə də biz buna layiq bir çıxış etməyə çalışacağıq. Əgər ki bacara bilsək, əlimizdən gələn qədər belə deyək ki, qısıtlı türklər demişkən belə qısıtlı bilgimizlə əlimizdən gələn qədər. Bayram özəl belə bir mövzu seçdim bugün. Bilirsiniz ki, biz bundan əvvəl Ramazan ayı müddətində qulluğun mahiyyəti adlı bir mövzu, silsilə mövzu ətrafında danışdıq və biz orada kifayət qədər, belə deyək ki, oradan kifayət qədər yararlandıq, məlumat aldıq. İndi bu silsilə çıxışlardan sonra, günlük çıxışlardan sonra bugün bayramdır artıq. Bugün bayramdır. Bu çıxışların yekununda biz dəyişdikmi? Yəni Ramazandan sonra özümüzlə üzləşmə. Belə bir mövzu seçdim, dəyərli dostlar. Həqiqətən də bunu dostlara da dedim. İndi dostlar yoxdur burada. Bu sırf belə çəkilişdir. Ona görə yəni bu qədər mövzuyu biz izlədik və özümüzdə bir nəticə çıxartdıq. Ramazan ayı boyu bizim bildiyiniz kimi gündəlik çıxışlarımız var idi və bu gündəlik çıxışların əsasında özümüzə nə qədər olmasa da bir nəticə çıxartdıq. İndi isə mən bu sualı verirəm. Bu nəticə əsasında biz dəyişdikmi?
bir özümüzlə üzləşək. Nədir bu? Bugün danışacağımız mövzunun başlığı, yəni bugünkü danışacağımız mövzumuzun başlığı dəyişdikmi? Mövzu dəyişdikmi? Bu haqda danışacağıq dəyərli dostlar. Yəni Ramazan ayından sonra bir oturaq, özümüzlə üzləşək. Yəni bu qədər bu mənə də aiddir. Yəni bu qədər çıxışlardan sonra, yəni bu qədər Ramazan ayından sonra, indi təkcə mənim çıxışlarımı nəzərdə tutmuram, ha, yeni izləyicilərimiz də ola bilər. Yəni ümumiyyətlə, yəni bu Ramazan ayından sonra biz özümüzə nəticə çıxararaq dəyişdikmi? Yəni təkcə o da kifayət eləmir, dəyişdikmi? Bir özümüzlə üzləşək, bir üzləşmə proqramı kimi biz bunu nəzərimizdə tutaq, bugünkü bu çıxışımızı. Belə başlamaq istəyirəm. İnsanın həyatında elə bir zamanlar olur ki, insan həyatında bəzi zamanlar vardır ki, o zamanlar sadəcə keçib getmir. O zamanlar sadəcə keçib getmir. Nə qədər o zaman geridə qalsa belə insan daxilində bir iz buraxır. İz buraxır. Feyz buraxır. Ramazan ayı da məhz belə zamanlardan biridir. Dəyərli dostlar. Bu ay insanın nəfsi ilə mübarizə apardığı, səbir etməyi öyrəndiyi, qəlbini saflaşdırmağa çalışmağı və həyatını bir mənəvi nizam gətirdiyi bir dövrdür. Xüsusi həyatına bir mənəvi nizam gətirdiyi xüsusi bir dövrdür Ramazan ayı. Və bütün bunları bir qırağa qoysaq, lakin, amma, vergül ataq, amma, bu ay bitdikdən sonra qarşıya çıxan ən mühüm və insanın özünə verməli olduğu ən səmimi sual budur. Biz həqiqətən də dəyişdikmi? Biz həqiqətən də Ramazandan yararlana bildikmi? Yəni, Ramazan ayı hər nə qədər getmiş olsa belə o Ramazan ayının ətri bizdə qaldı mı? Yoxsa yenidən günahlara davammı? Yenidən davammı? Yəni, misal üçün, bunu biz bir növü də nətərdir? Bir şeyində belə deyim də, qısa, indi mən öz yazıma görə indi danışacağım. Biri, misal üçün, bunu necə biz başa düşə bilərik, dəyişib dəyişmədiyimizi? Misal üçün, görürsünüz ki, bunu belə başa salın. Ramazan ayından sonra insan öyrəşə baxı, bir qəribə gəlir. Misal üçün, günorta yemək yemək, nə bilim, səhər sübh yeməyini yemək, səhər tezdən də 9-da, 10-da, 11-də, nə aralıqda. O durub yemək falan, bu insan alışmadığı üçün İlk vaxtlarda görürsünüz ki, bir qəribə olur, bir çəkinir. Nəsə elə bir, çünki 30 gün, 29-30 gün boyunca bir ay müddətində oruç tutdu axı. Yəni, bu onun daxilində iz buraxdığı üçün artıq o öyrəşmədiyi üçün görürsünüz, yaxın durmur. Belə də uzaq durur. Amma bu 2-3 gündən sonra adiləşir. 3 gün sonra artıq belə deyək ki, rahat yeyir, içir. Vəssalam. Günah da onun kimi. Ramazan ayı nə qədər çıxsa belə nəticə alan adam. Təkcə yəni nə demək istəyirəm, bu da kifayət eləmir. Dəyişməkdir çox mühüm olan. Nəticə çıxaran adam indi bir həftə, 5-10 gün bir günah eləməyə bilər, amma daha sonra onun üçün adiləşə bilər. Yenidən başlaya bilər günaha. Gənə həmin sistem davam edirsə, deməli ciddi bir dəyişim yoxdur. İndi demirəm dəyişim yoxdur, əstağfurullah, amma ciddi dəyişimdən söhbət gedir. Deməli, ciddi bir dəyişiklik yoxdur. Ümumiyyətlə, biz həqiqətən dəyişdikmi? Bu sual əslində zahirdə sadə görünə bilər. Lakin bu sual insanın bütün mənəvi həyatını əhatə edən dərin bir sualdır əslində bu sual. Çünki dəyişmək sadəcə müəyyən davranışları müvəqqəti tərk etmək deyil. 2 dəqiqə, 1 dəqiqə bundan əvvəl dediyim o misalına bax, üst-üstə düşür.
Yəni bu müəyyən davranışları bir müddətlik tərk etməyə biz dəyişmək xeyir deyə bilmərik. Dəyişkənlik deyə bilmərik. Bəs necə olur? Necə olur? Belə olur ki, əsl dəyişiklik insanın daxilində baş verir. Yəni onun düşüncəsində, baxışında, niyyətində, qəlbində, ağlında, həyata münasibətində və sair bu çərçivədə. Yəni insanın bir baxış açısı dəyişməlidir, insanın bir seçimləri dəyişməlidir. İnsanın həyatında kifayət qədər belə deyək ki, dəyişiklik olmalıdır yaxşı mənada. Yəni nəyə görə? Çünki bir insan körü-körünə inadıb filan günahı tərk eləyəcəm, özünü sırf eləməyəcəm. Yox. O müvəqqəti tərk etmə. Yox. Onu niyə eləməməlisən? Eləməməyin mahiyyəti, sən bunu bilməlisən. Bizim demək istədiyimiz budur, dəyərli dostlar. Dəyərli dostlar. Yəni müvəqqəti dəyişsən belə, sən o günahı eləməməyin əhəmiyyətini, mahiyyətini anlamasan, nə qədər olmasa onun fövqündə ona oxşar başqa bir günahla üzləşib yenə də nəfsinə məğlub olub onu edəcəksən. Ona görə buna biz ciddi dəyişiklik demirik. Ümumiyyətlə, belə davam edelim ki, Ramazan ayı insana fürsət verir. Ramazan ayı insana fürsət verir. Bu fürsət insanın özünü tanıması üçündür. Tanıması üçündür. Çünki insan gündəlik həyatda çox vaxt özünü unudur. Özünü unudur, avtomatik şəkildə yaşayır və bəzən də düşünmədən qərarlar verir və həyatın mənası üzərində dayanmağa vaxt ayırmır. Bu yerdə vaxt ayırmır. Lakin Ramazan insana stop qoyur, dayandırır ki, belə lori dildə desək, otur, öz daxili aləmindən üzləş. Daxili aləminə bir bax. Yəni o insanı ac qalmaqla, belə deyək, susuz qalmaqla nəfsinə yox deməyi öyrədir. Yəni sən istəklərin sahibi deyilsən. İstəklərin sahibi deyilsən. İstəklərin, belə deyək ki, bunu belə açaqdır. Sən istəklərin sahibi deyilsən. Yox, belə açaq. Bu istəklər sənin sahibin deyil. Sən istəklərin sahibisən. Belə deyək. Yəni, sən ondan asılı deyirsən, o səndən asılıdır. Demək istədiyimiz budur. Yəni, bu çərçivəyi anlayan, bu, belə deyək ki, nəfsinə yox deyən adam onu öyrənir ki, o istəklərinin əsiri deyil. Əksinə, onları doğru şəkildə idarə etməyi bacaran ali bir varlıqdır. Ali. Bu sözü də qeyd eləyək. Varlıq yox, ali bir varlıqdır. Bir düşünün bunu. Mən nə demək istədim burada? Nə demək istədim? İstəklərinin əsirini deyil, onları idarə edə bilən ali bir varlıqdır. Bunu açmışıq. Bizim əvvəlki, elə Ramazan çıxışlarımızda da açmışıq biz bunu. Ramazan çıxışlarımızda da açmışıq. Lakin məsələ yalnız bu ay ərzində dəyişmək deyil. Bu ay ərzində dəyişmək deyil. Əsas məsələ bu dəyişimi qoruyub saxlamaqdadır, ram etməkdir, idarə edə bilməkdir. Yəni, çünki müvəqqəti dəyişiklik asandır, davamlı dəyişiklik isə şüur və iradə tələb edir. O iradəyə sahib deyilsənsə, ciddi dəyişməyibsən. Bu çıxışı izləyən, elə mən də içində olmaqla, dəyərli qardaş və bacılarım, müvəqqəti dəyişəcəksinizsə,
siz deməli ciddi dəyişməyibsiniz. Nəsə yenə bir qırıqlar var da belə deyək. Nəsə yenə biraz çatışmayan şeylər var. Tam ciddi şəkildə nəticə alıb dəyişməmişik deməkdir. Niyə mən bunu deyirəm Ramazanla biz bunu sübut etməyə çalışırıq? Çünki Ramazan ayı boyunca insan daha səbirli olur, daha diqqətli danışır, daha diqqətli düşünür və daha çox ibadət edir, daha çox itaət edir və daha çox təfəkkür edir və bütün bunların da nəticəsində insan artıq dəyişməyə başlayır. Daxilən öz gizlində olan istedadlarını aşkar edib artıq daxilən dəyişməyə başlayır. Həqiqi ali hədəf yolunda addımlamağa başlayır. Amma belə bir şey də var. Amma bayramdan sonra əgər insan yenidən əvvəlki vərdişlərinə qayıdırsa, bu zaman düşünmək lazımdır. Hamımız oturub düşünməliyik ki, bu dəyişiklik həqiqi idi, yoxsa müvəqqəti bir hal idi? Mən ciddi dəyişmədim, nəsə alınmadı bu dəfə də. Ümidsizliyə qapılmaq mümkün deyil. Yəni, belə deyim, ümidsizliyə qapılmaq lazım deyil. Yenə də şansın var. Yenə də dəyişə bilərsən. Yəni, o tövbə qapısı, biz Qədr gecəsi çıxışımızda da bu haqda ətraflı danışmışıq. Əgər ciddi qulaq asıb not alırsınızsa, tövbə qapısı hər an insanın üzünə açıqdır. Və belə deyək, dəyişdikmi sualı insanı öz daxilinə baxmağa məcbur edir. İnsan dəyişdikmi? Bu sual insanın öz daxili aləminə müraciət etməsinə məcbur edir. Yəni, insan bu sualı özünə verdikdə artıq başqalarını deyil, özünü mühakimə eləməyə başlayır. Və bu isə, və bu mühakimə də, bu da mənəvi inkişafın başlanğıcı olur. Başlanğıc olmuş olur. Çünki insan özünü tanımadan dəyişə bilməz. Öz zəifliyini qəbul etmədən inkişaf edə bilməz. Yəni, burada mən əvvəl də demişdim, yəni günahları tərk etmədən öncə onun günah olduğunu və onu tanımağı bacar ki, bayaq da dedim, sən bir daha o günaha təkrar qayıdıb eləməyəsən. Artıq onun eləməməyin mahiyyətini dərk etdiyin üçün, artıq şüurlu bir şəxs olduğun üçün sən o günaha əl atmayacaqsan bir də. Yəni, buradan çıxarılan nəticə budur, dəyərli dostlar. Yəni, öz daxili aləmini tanıdıqca inkişaf başlayır. Yəni, o daxili aləmində olan çatışmazlıqları üzə çıxarıb, öz zəifliyini qəbul edib və insana necə dəyişə bilərəm? Bu sualı verdikdən sonra artıq insan mənəvi baxımdan dəyişmə başlayır. Mənəvi baxımdan insan dəyişmə başlamış olur. Fəlsəfi tərəfinə də baxaq. Fəlsəfi tərəfdən də bizim əsas yolumuz, belə deyək. Ümumiyyətlə, belə deyək ki, fəlsəfi tərəfdən baxsaq, fəlsəfi tərəfdən dəyişmək insanın ontoloji mövqeyinin daha şüurlu şəkildə idarə edilməsidir əslində. Daha şüurlu şəkildə dərk olunmasıdır, belə deyək. Yəni, və bu zaman insan artıq yaşayan bir varlıq olmaqdan çıxır, düşünən, dərk edən, təfəkkür edən, proqramlı çalışan, sistematik çalışan, özünü inkişaf etdirən bir varlığa çevrilir.
Və yəni bu həyatın təsadüfü olmadığı, hər bir addımın mənası olduğunu, yəni bu həyatın sırf mənasız bir şəkildə yaradıldığını inanmır artıq. Yəni bu həyatın və insan yaradılışının bir səbəbi və məqsədi olduğunu dərk etməyə başlayır və bu da insan həyatına istiqamət verir bir nəvi. İnsan belə deyək ki, istiqamət verir. və Ramazan ayı da insanın qəlbini oyatmaq üçündür. Bir nəvi oyatmaq üçündür. Amma o qəlbi oyaq saxlamaq insanın məsuliyyətidir. Təkcə oyatmaqla iş bitmir. Əsas məsələ oyatmaq deyil. Nə mənada oyatmaq deyil. Bu çox önəmlidir. Ondan da bir üstün mərhələ onu oyaq saxlamaqdır. Oyaq saxlamaq. Məsələn ki, gecə namazına dururuq və ya da sübh namazına, durdun, durmaq çox gözəl, çox gözəldir. Durdun, qalxdın, otdun. Bəli, bura qədər hər şey oyanmaq çox əsas və önəmli şey. Durdun, amma təzdən yatdın. Keçdi. Bu nə oldu? Nə oldu bu? Burada artıq hər şey bitdi. Hər şey bitdi. Yəni o oyanmaq da öz mahiyyətini itirdi. Öz mahiyyəti, sən təkrardan yatdın. Onu demək istəyirəm. Yəni belə deyək ki, mühümdən də ən mühüm o qəlbi oyaq saxlamaqdır və bu da çox güclü şuur və iradə tələb edir. Demək ki, insanın, amma o qəlbi oyaq saxlamaq insanın öz məsuliyyətidir. Bunu dedik, bayram. Bu baxımdan insan üçün bir imtahandır, dəyərli dostlar. İnsan bugün də bir çevrilib özünə baxmalıdır. Özünə baxın, bu indi oxuyacağım bu sualları verməlidir. Hamımız içi qarşı hamımız bugün. Mən bu ayda qazandığım mənəvi hala davam etdirə biləcəyəmmi? Davam etdirə bilməsəm, niyə etdirə bilməyəcəm? Harda səhvlik etdim? Mən artıq daha şüurlu yaşamağa qərar vermişəmmi? Doğru yolda istiqamətlənirəmmi? Öz varlığımın mahiyyətini dərk etmişəmmi? Bu sualları verib cavab tapmaq hər adamın özü. Mən burada deyə bilmərəm. Hər adam fərqli yöndən cavab tapacaq ona, öz daxili aləminə və özünə uyğun olaraq. Niyə deyirəm bunu? Niyə bayram? Niyə bayramda? Çünki əslinə qalarsa bayram yalnız bir sevinç günü deyil. Bundan bəlkə də indi ola bilər ki, bəzi dostlar bununla mənlə razılaşmaya bilər. İndi bu deyəcəyim sözlə. Bayram yalnız sevinç günü deyil, insanın özünə vermiş olduğu bir hesabat günüdür, imtahan günüdür. Elə bil ki, hazırlaşırsan imtihana, axırda gedib daxil olmaq üçün ali təhsil müəssisəsinə. Bu da onun kimi bir ay çalışdın, bayram günü artıq yekun peçat vurulacaq. Keçdin imtihandan, keçmədinmi? Yəni bu bayram eyni zamanda bir hesabat günüdür. İnsan bu gündə yalnız sevin, deyib, gülüb başqaları ilə bayramlaşmamalı. Eyni zamanda öz daxilində bir hesabat, yəni hesablaşma aparmalıdır. Və bu hesablaşma da sərt deyil, səmimi olmalıdır. Çünki insanın özü ilə səmimi olması çox mühümdür. Yəni həqiqi dəyişiklik səmimiyyətlə mümkündür. Səmimi şəkildə yanaşmaq lazımdır. İnsan özünü aldatmamalıdır. Mən bunu demək istəyirəm. Və bunu da deyim ki, dəyişmək əslində məsuliyyət deməkdir, dəyərli dostlar. İnsanın boynuna düşən ən mühüm vəzifələrdən biri də nədir? Məsuliyyətdir. Məsuliyyəti də dəyişməklə əldə edə bilərsən. Yəni, niyə? Çünki insan dəyişdikcə artıq əvvəlki kimi yaşaya bilməz axı. Yaşaya bilməz. O artıq bildiyi həqiqətlərə uyğun şəkildə yaşamaq məcburiyyətindədir. Mən bunu deməsin, bu bəzən çətin ola bilər, bəzən çətin olur, bəli, qəbul edirəm, razılaşıram. Lakin məhz bu çətinlikdir insanı
inkişaf verən, insanı inkişaf etdirir. Yəni bu çətinlikdir insanı inkişaf etdirən və kamil bir şəxsiyyətə çevirən. Asan yolla ola bilmərsə. Bunu dərk etməliyik, dəyərli dostlar. Və hər şeyin başında Ramazan bizə öyrədir ki, insan özünü dəyişə bilər. Dəyişə bilər. Və bu bayram, bugünkü bu bayram var 3 dənə gözəl gündür. Həm Novruz bayramı, həm Ramazan bayramı, həm də mübarək cümə günü. Bu bayram əslində bizdən soruşur ki, sən yaxşı Ramazan ayı müddətində dəyişdin. Bundan mühüm olan bu dəyişikliyi davam etdirməkdir. Davam etdirə biləcəmmi bu dəyişikliyi? Əgər insan özünə bu sualı səmimi şəkildə verib, faktlarla, sübutlarla bəli deyə bilirsə, bunu həyatına tətbiq edə bilirsə, deməli Ramazan onun üçün həqiqətən də bir nə olmuşdur? Dönüş nöqtəsi olmuşdur. Dönüş nöqtəsi olmuşdur. Əks halda Ramazan sadəcə keçmiş bir zaman olaraq qalır. Yəni sırf ay ac qaldım. İndi elə bir adam həqiqətən mənim acığım tutur. Elə bir adamlar da var, sırf Ramazanda, indi Allaha da ağır getməsin, əstəğfirullah. Ramazanda deyirlər, ay, nə yaxşı oldu, arıqlayarıq, diyet kimi. Yemək yemir axı. Bu nədir bu? O Həzrət Əlinin o sözü var, yəni bir hədis var ki, ruhun oruc deyilsə cisminə zülm etmə. Bir oturaq düşünək bunları. Bunlar ətrafında bir təfəkkür edək. Belə olan adamlar üçün Ramazan sadəcə keçmiş bir zaman olaraq qalır. Yəni insan bir ay müəyyən şeylərdən uzaq durur, lakin sonradan yenidən əvvəlki halına qayıdır, heç bir dəyişiklik olur. Bu isə dəyişmək deyil, sadəcə müvəqqəti fasilədir, elə bil yatdı, təkrardan öz işini gedir. Və beləliklə dəyişdik mi? Əslində çox gözəl mövzu deyil, çox dərin mövzudur. Beləliklə dəyişdik mi sualı insanın həyatında özünə vermiş olduğu ən mühüm suallardan biri və birincisidir, bəlkə də. Suallarından biridir. Ən mühüm suallardan biridir. Və bu sualın cavabı sözlə deyil, davranışla verilir. İnsan həyatına tətbiq etdikcə o dəyişim yaxşı, belə deyək ki, doğru tərəflə, doğru istiqamətdə özünü göstərməlidir. Dillə dəyişdim demək kifayət etmir. Həyatına tətbiq etdikcə o dəyişimi həm kənardan, həm də özünün görməyin vasitəsilə sən bu suala dəqiq cavab tapa bilərsən. İnsan əgər doğrudan da dəyişibsə, onu həyatında görəcək. Onun həyatında görünəcək. Onun danışığında, münasibətlərində, düşüncəsində və qərarlarında bu özünü göstərəcək, dəyərli izləyicilər. Ramazan ayı bitə bilər, təbii ki. Ramazan ayı bitə bilər, amma Ramazan ayının bizə vermiş olduğu dərslər bitməməlidir. Hər an təkrar qayıdıb biz onları oxumalıyıq. Əgər bu dərslər davam edirsə, deməli biz dəyişmişik. Xeyr, əgər etmirsə, deməli hələ də biz dəyişməmişik. O yolda davam edirik, belə deyək. O yolda davam edirik. Və bəlkə də bu bayramın ən dərin çağırışı bizim üçün budur. Sadəcə sevinmə, demə, gülmə, düşün. Sadəcə bayram etmə, özünlə üzləş. Özünlə üzləş. Çünki həqiqi bayram insan daxilində baş verən dəyişiklikdir. Həqiqi bayram insan daxilində baş verən dəyişikliyə deyilir. Əgər bu dəyişiklik səndə varsa bugün, bayram elə. Demirəm, belə də bayram eləmə. Onun özü bir addım belə addım atmışıqsa, onun özü də bizim üçün əslində böyük bir uğurdur. Amma tam şəkildə həqiqi bayram insanın daxilində baş vermiş dəyişiklikdir. Bu dəyişiklik baş tutubsa,
bayram eləyə bilərsə. Dəyərli dostlar, deməli biz bugün bu nəticə aldıq ki, belə bir nəticə aldıq ki, dəyişim insanın özü ilə üzləşməsi çox mühümdür. Çünki insan öz mahiyyətini və ali dərəcəyə çatmaq istəyirsə, daxilən dəyişməyi bacarmalıdır və Ramazan ayı da bizə dəyişməyin dərsini keçən böyük rəhmət aylarından biridir. İnşallah ki, hər birinizi təşəkkür və minnətdarlığımı bildirirəm, dəyərli dostlar. Bizi bu dəqiqəyə qədər izləyən hər bir şəxslərə, hər bir izləyicilərə təşəkkürümü bildirirəm. Allah hər birinizi qorusun diləyirəm. Bir elanı da verim, bitirəm artıq. Sizi də çox yormaq istəmirəm, dəyərli dostlar. İnşallah ki, bizim Ramazan bilirsiniz ki, bitdi. Ramazan ay müddətində biz dərslərimizi dayandırmışdıq. Fəlsəfə tarixi və elm tarixi dərslərimiz. İnşallah ki, fəlsəfə tarixi dərslərimiz 28, həm də belə deyək ki, Novruz bayramı, həm də bu bayram olduğu üçün biraz dincələk, sizə də fasilə verin. Bu qədər söhbətlərdən sonra biraz bir 4-5 gün, 5-6 gün, bir həftədə təxminən özümüzlə bir üzləşək, bir dincələk. İnşallah ki, ondan sonra fəlsəfə tarixi dərsimiz 28 mart saat 21-də yayımlanacaq. Elm tarixi də ondan bir həftə sonra yayınlanacaqdır. Yəni 28 martdan etibarən bizim dərslərimizə start veririk. Onları da dinləməyi, izləməyi unutmayın. Həqiqətən çox mühümdür bu. Buraxmayın, diləyirik. Bura qədər inşallah ki, hər şey sizə aydın oldu. Bir daha bayramınızı təbrik edirəm. Allah bütün dualarınızı, ibadət və itaətlərinizi öz dərgahında ən ali dərəcədə qəbul eyləsin inşallah. Bizi izlədiyiniz və dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər.